Əziz və dəyərli soydaşlarımız, hamınızı saygı ilə salamlayıram. Mən Eldar Qaradağlı. Güney Azərbaycan Qurtuluş Partiyasının qurtuluş sözü ilə birlikteyiq. Bu həftə demək ki, bizim bu görüşümüz ümumiyyətlə Güney Azərbaycan Milli Hərəkatında baxış fərqliliklərinə dayanaraq davam edəcəkdir. Bilirsiniz ki, bizim Azərbaycan Milli Hərəkatımızın içində çox geniş fikir və məfqura fərqlilikləri də vardır və bu da qaçırılmazdır. Yəni bir demokrasi demək ki, ortamında bunun olması çox vacib və lazımdır. Və biz də hər zaman popularizmin, hər zaman demək olar ki, eyni səviyyədə olan akademik çalışmaların və siyasi çalışmaların fərqində yox və bu çoxulculuq da bizim milli hərəkatımızın ən önəmli demək ki, figurlarından, faktorlarından birisidir. Və bu məsələ istər-istəməz bizim də fikirlərimizi, düşüncələrimizi zaman-zaman dostlarımızla, bəzi dostlarımızla, hətta həmsəngər dostlarımızla belə bir toqquşmaya gətirib çıxarır. Bu günləri bizim milli hərəkatımızın və Azərbaycan Türk millətinin ümumiyyətlə Güney Azərbaycanda və İran adlanan ölkənin bu gəlişmələri əsnasında üzə çıxan bir faktorlardılar. Nə qədər ki, üzə çıxmayan faktorlar vardılar, bunlar gizli qalırlar və bunların ətrafında, çevrəsində çox danışıq olmur. Danışıq olmayınca da zaten istər-istəməz demək ki, örtülü qalır bəzi məsələlər. Amma bəzi məsələlər önə çıxınca, özəlliklə bugünkü durumda vəziyyətdə bundan sonra da daha ağırlaşacaq bu vəziyyətdə. Yəni İran adlanan ölkənin içində olan çalxantılar, ekonomi, iqtisadi durum, vəziyyət və siyasi vəziyyətə yüksələcək gözləntiləri, bəkləntiləri çox yaxın zamanlarda özünü göstərəcəkdir. Digər tərəfdən İranın irticai hakimiyyətinin iki əyanın bir başına dirəməsi və bu ki, biz atomi silaha mücəhhəz olmalıyıq, səslərinin daha çox və geniş yayılması əsnasında İranın qarşısında Amerikanın və İsrailin tutumu duruşu və Avropanın durumu tutuşu və eyni zamanda bu tərəfdən də daha doğrusu Rusiyanın və Çinin bu məsələyə həm kömək verməsi, həm dəstək verməsi istər-istəməz bölgəmizdə, məntəqəmizdə çox ağır bir vəziyyət və durum ortaya gətirməkdədir. Bu məsələlərlə bağlı biz burada Azərbaycan Milli Hərəkatının üç danılmaz düşmənini göz önünə almalıyıq. Və bu üç danılmaz düşməninin heç birinin bir-birindən fərqli olmayaraq ortaya qoyduqları faşistli düşüncə sistemini bir tərazıda yerləşdirməliyik və bunu da biz bir-birindən ayırsaq çox böyük zülm və çox böyük bir yanlışlıq etmiş oluruq Azərbaycan Milli Hərəkatına, Azərbaycan Türk millətinə və Güney Azərbaycanda cərəyan edən demək ki, azadlıq, ədalət milli hökumətinə. Biz düşmənlərimizi necə ortaya qoymalıyıq? Bizim hal-hazırda müstəqim olaraq bir düşmənimiz var. Demək ki, Cümhuri İslami və onun təşkilatı, onun fəqih sistemindən tutmuş şubi fasçı sisteminə əsasən bugünkü hakimiyyəti. Bu gözümüzün qabağında bəlli olan bir demək ki, nəhəng bir faşist sistemdir və bu sistemin çökməsinə talib olan qüvvələr vardılar. O talib olan qüvvələrin birisi Pəhləvilərdilər. Pəhləvilər və Pəhləvi hökumətinin ümumiyyətlə geçmişdən nəzərən əgər tutsaq 1925-dən etibarən Azərbaycana qarşı olan nifrətli siyasətlərini biz zaten istər-istəməz bu günləri şərh etməyə ehtiyac görmürük. Hər kəs bunu bilir. Və artıq demək olar ki, 7-dən 70-ə millətimiz bu sistemin, bu rejimin tutumunu bilir. Amma bu rejimin, bu sistemin, yəni şahçı sisteminin əsasən arxasında olan
güclər və qüvvələrin empoza gücü o kadar güçlüdür ki, yani medyası tutsun, televizyonundan çıkmış milyarlar dolar onun arkasında olan gücü qüvvəni nəzərə alaraq bunların hamısı millətimizi aldada bilər. Millətimizin böyük kəsimini aldada bilər. Millətimiz bu günləri mücadilə edir, aclığıyla mücadilə edir bu günləri, haqq ədalətlə bu günləri mücadilə edir, işsizliklə bu günləri mücadilə edir. Hər gün demək olar ki, vəziyyətin qalxış nöqtəsinin zirvəyə çatan bir faciə ilə mübarizə edir, mücadilə edir. Bu faciəni, bu necə deyim, bu durumu, bu vəziyyəti bu günə gətirib çıxaran bir faşist sistem vardı, şubi, faşist Cumhur İslamı sistemi. Ve bu Cumhur İslamının sisteminin iktisadi, ekonomi, ne bileyim, ekoloji, siyaset ve bütün alanlarda olan kifayetsizliği, bütün alanlarda olan büyük ihtilasları, uğurluğu, korrupsiyası, ondan sonra dünyanın demiyorlar ki en ağır cinayetkar mafyalarıyla birlikte hareket etmesi zaten ister istemez bu durumu, bu vəziyyəti gətirib bu günə çıxarıbdır. Və bu günləri biz Pezeşkiyanın timsalında olan Cumhurbaşkanı olan baxırıq, görürük ki, demək ki, iş dərindən dərinə getməkdədir. Səbəb nədir? Səbəb budur ki, əcəba bunu Pezeşkiyan etdi mi? Yox, Pezeşkiyan etmədi. Pezeşkiyanın gücü bu şeylərə çatmaz. Pezeşkiyanın gücü bu sistemin içində həll olmaq və həll olmaqdır. Bu sistemin başını çəkən Əli Xamneyi, ondan öncə Xamneyi olaraq sistemin təməllərinin əsasında hərəkət edirlər. Bu sistemin təməlləri, əsasları anti-bəşəri, anti-insani və anti-toplum bir təməllər üzərində qurulmuşdur. Yəni bunların demək olar ki, bütün fikirləri, düşüncələri 1500 il bundan öncəyə dayanan xurafat üzərində, 1500 il bundan öncə dayanan hikayətlər üzərində, bu dünyada değil, o birisi dünyada, xəyalı o birisi dünyada bunların fikirləri və düşüncələri gəzməkdədir. Və buna görə də bu xalqın, bu millətin bugünkü durumunu değil, bugünkü durumundan sonrası, ölümündən sonra və edilən, demək ki, dünyanı düşünən bir kəsim, bir irticai düşüncədir. Bu irticai düşüncənin əsas nöqtə nəzəri bundan ibarətdir ki, biz bu günləri olaq, yiyaq, bu günləri bizim evlatlarımız, bizim nəvələrimiz, nəticələrimiz Amerikalarda, Kanadalarda demək ki, gecədən səhərə qədər xuşqızıranlıq eləsinlər, orada milyonlar para pul xərcləsinlər, özlərinə orada gənclik mafiyası yarasınlar, İran mafiyası yarasınlar. Biz burada nə eləyək? Biz burada hökumət eləyək, hakimiyyət eləyək. Bizdən sonra gələnlərin, bizdən sonra olanların da başı sağ olsun, bizə nə deyə düşünənlərdirlər. Bu irticai təfəkkürün, irticai düşüncənin bu günləri İran adlanan ölkənin dövlətçiliyinin başına qonması özü bəşəriyyətin ən böyük faciəsidir. 20-ci faciənin demək olar ki, sonuna 21-ci faciənin, 21-ci yüzilliyin ilk başlarına bu günə qədər 47 ildir bir xalqların, bir toplumun, demək ki, millətlərin canını, qanını bir şüşə içine almış bir sistem, bir dövlətçilik sistemidir. İndi bu sistemin qabağında qarşısında əlbəttə ki, dediyim kimi müxaliflər də vardılar. O müxaliflərin biri bu sistemdən daha irticai olan, bu sistemdən daha anti-bəşəri olan, bu sistemdən daha demək olar ki, faşist, kuruşçu, nə bilim, geçmişə dayalı bir irticai təfəkkür olan Pəhləvi sistemidir. Bu Pəhləvi sistemindən özəlliklə Azərbaycana etdiyi xiyanətlərin, etdiyi xainliklərin demək ki, ucu bucu bəlli deyil. Yəni sınırsız bir xiyanət, sınırsız bir xainlik 1925-ci ildən bu günə qədər düz 100 ildir. Düz 100 ildir ki, bizim xalqımızın, bizim millətimizin milli kimliyini, türk kimliyini danan, türk kimliyinə demək ki, balta vuran türk kimliyimizi içəridən, eşikdən çürütməyə çalışan bir sistem, bir irticai sistem, bir azınlıq sistemidir. Bu azınlıq sistemi necə ki, geçmişdə azınlıq olaraq hakimiyyəti İngiltərənin və Rusiyanın əli ilə
aldı əlinə. Bu günlərdə elə həman demək ki, quldur dövlətlərin, sümürgəçi dövlətlərin köməyi ilə və onların arxa durması ilə bu günlərdə hakimiyyəti tam olaraq öhdələrinə götürmüşdü. O gün şahənşahı, bu gün şeyxi. Bizim üçün, millətimiz üçün nə şah, nə şeyx. Bizim millətimiz üçün ancaq azadlıq, ədalət, milli hükümət və gələcək dövlətçiliyi, istiqlaliyyəti, bağımsızlığı. Bundan başqa yolu yoxdur. Ancaq burada bir üçüncü tip də var. Üçüncü teyfi də var. Üçüncü kəsim də var. O üçüncü kəsim Mücahidin Xalq adlı ya İranın demək ki, xalqların mücahidi kimi bir təşkilat. Yəni bunun geçmişdən olan mübarizə əsaslarını hər kəs də bunu bilir. Hər kəs də bu demək ki, Xumeyniyə ilk olaraq imam deyən təşkilatdır. Bu Xumeynini Ayətullahdan imama qaldıran ilk təşkilat olubdur. Və şahla mücadilə eləyən, şahla mübarizə eləyən təşkilatların sırasında solçularla birlikdə mücadilə edibdir, mübarizə edibdir. Bəli, ölüm də veribdir, bəli, çoxlu üzvlərindən də həlak olunubdur. Ancaq Xumeyni demək ki, bunlara pay vermədiyinə görə Xumeyniyə zidd olublar. Nəinki Xumeynidən bunlar mütərəqqidilər, nəinki Xumeyninin fikirlərinə, düşüncələriylə müxalifdirlər. Xeyr deyirlər. O teyfidən gəlmiş, o teyfin gəncliyidir və o teyfin içindən gəlmiş və o qədər demək olar ki, irticaidirlər. Fərq etmir. İndi Cümhur İslami şubisi olsun, Mücahid şubisi olsun. İkisinin də fikri, düşüncəsi eynidir və ikisi də eyni səviyyədə ikisi də Azərbaycan Türk millətinin düşmənidir. 40 neçə il, 47 ildir demək olar ki, bu sistem var və 47 ilin bu sistemin içində 46 ildir ki, bu demək ki, təşkilat, yəni mücahidlər sürgün düşüblər. Sürgün düşüblər, hardan sürgün düşüblər? Öz evlərindən, öz ailələrindən sürgün düşüblər. Yəni ata ilə balanın arasında olan bir düşmənçilik. Demək ki, sürgün düşüblər öncə Əraqa, oradan sonra Avropaya, Avropanın müxtəlif yerlərində, indi lana salıblar Parisdə, indi demək ki, başqa yerlərdə işim yoxdur. Ancaq milyardılar para, milyardılar dolar mücadilə, mübarizə adına bunlar özlərinə imkanat yaratdılar. Və bu imkanatı bu günləri çalışırlar ki, ortaya qoyub və özlərinin rəqibləri olan zahirən şahçılara sibqət alıb da hakimiyyəti gəlsinlər, əllərini alsınlar. Halbuki bunların hər ikisinin də Azərbaycana qarşı olan fikirləri, düşüncələri və baxışları eynidir. Baxışları tam olaraq Azərbaycanı yox etmək, baxışları tam olaraq Azərbaycanın milli mənfəətlərini, mənafelərini və Türk kimliyini aradan qaldırmaqdır. Necə ola bilər ki, bir sazmanın içində, bir təşkilatın içində demək olar ki, Türk danışmaq yasaqdır. Türk danışmaq yasaq. İki qardaş bir-birindən Türk danışmaq yasaq. Əgər 3 nəfər bir-biri ilə Türkdürsə, bir-biri ilə Türk danışdılar, o tərəfdən bir fars gəlirsə, mütləqa bunların sözləri demək olar ki, çevrilməlidir farsa. Çünki bunlar cəza alacaqlar. Çünki bunlar da Cümhur İslamı qədər faşistdirlər. Bunlar da Cümhur İslamı qədər Azərbaycan Türk millətinin və Türk kimliyinə düşməndirlər. Çox təəssüflə bu günləri biz o yandan bu yandan eşidirik. O yandan bu yandan eşidirik ki, bu demək olar ki, təşkilatın həm Türkiyəmizdə, həm Azərbaycanımızda lanaları var, həm Azərbaycanımızda, həm Türkiyəmizdə özlərinə demək olar yuva salıblar bunlar. Yuva salıblar və iqtisadiyyat bahanası ilə yuva salıblar. Yəni ticarət, yəni müəssisə yaratmaq, yəni sərmayə qoymaq, yəni yatırım yatırmaq. Bu yatırımların hamısının bir demək ki, yönü var. O da anti-türkçülükdür. İstərsə Azərbaycan olsun, istərsə Türkiyə olsun, bunlar üçün fərq etməyəcəkdir. Yenə demək istəyirəm ki, əziz soydaşlarımız, bizim əziz milli fəallarımız, siz fikir eləməyin ki, bu günləri mücahidləri demək, ləbbafı altına salıb da onları onları şahla, şahçılarla, ayrı salmaqla biz Azərbaycan milli hərəkatına xidmət edirik. Eləmirik.
Xeyr, eləmirik. Biz Azərbaycan Milli Hərəkatına xidmət eləmirik. Azərbaycan Milli Hərəkatının qolunu, üzr istəyirəm, Azərbaycan Milli Hərəkatının qulağını, gözünü və ağzını tıxayıq. Biz Azərbaycan Milli Hərəkatına tövsiyə edirik ki, düşmənlərimin birini demək ki, önə çək, birini saxla. Nə deməkdir? Çünki bu düşmən ikisi də Azərbaycan Milli Hərəkatına qarşı eynidirlər. Eynidirlər. Hətta üçü belə eynidir. Hətta üçü eyni olan düşməni sən necə eləyə biləsən, gələsən, deyəsən mən siyasət yapıram və bu siyasət əqlaniyyətdir, deyək ki, mən bu günləri hələ şahçıları deyim, hələ Rəcəbini deməyim, demək ki, o faşisti qoyum rəfdə qalsın, bu faşisti çıxardım üzə və bununla mübarizə edeyim, gələcəkdə onunla da mübarizə edəyəcək. Gələcəkdə onunla mübarizə edə bilməyəcəksən sən. Çünki o sənin bu qədər susqunluğu özünün nəfrinə, özünün xeyrinə bir puan olaraq rejimə qarşı kullanır. Və rejim də sənin susqunluğu özünə xeyr olaraq, özünün ləhinə, bunların əleyhinə kullanır. Azərbaycan Milli Hərəkatı böyük hərəkatdır. Azərbaycan Milli Hərəkatı bu qədər zəif görünməməlidir. Azərbaycan Milli Hərəkatı bu qədər yoxsul görünməməlidir ki, gəlsin desin ki, mən bu günləri hələ bu düşmənlə demək ki, əlbəyax olum, o birisi düşməndən sabahlar. Sənə sabahlar fürsət verməyəcəklər. Sənin sabahlar fürsətini yıxacaqlar, fürsətini dağıdacaqlar. Bizi 50 il, 100 il yenə nəsil demək ki, nə edəcəklər? Uzağa salacaqlar. Və onda sən də, mən də və bu günləri bizim hamımız, bu günləri bizim təşkilatlarımız da lənət qabına çevriləcəyik. Ay əziz mənim demək milli hərəkatımın nə bilim fəalları deyə. Belə düşünmək təslimçilikdir. Belə düşünmək Cümhur İslamının çörəyinə, mücahidlərin çörəyinə, şahçıların çörəyinə yağ sürtməkdir. Bundan başqa yol yoxdur. Bundan başqa demək olar ki, biz sadəcə və sadəcə düşmənimizin hamısını millətimizə gördürmək istəməliyik. Millətimizin hamısına biz süfrənin içində sərif və millətimizə deməliyik ki, millətimiz, bax, 47 ildir, 46 ildir bu üç canavar sistemin tərəfindən sənin üçün, sənin ekolojin üçün, sənin ekonomi üçün, sənin varlığın üçün, sənin hər şeyin üçün bir addım atılmayıbdır. Əcəba bizim bu əziz dostlarımız ki, bu günləri deyirlər, mücahidlərə dəyməyək, hələ mücahidlər qalsınlar, büyüsünlər, gəlsinlər, desinlər, bizə bir göstərsinlər, Azərbaycan Milli Hərəkatına göstərsinlər, Güney Azərbaycan Qurtuluş Partiyasına bir dənə sənət göstərsinlər ki, bu mücahidlər demək ki, bu 46 ilin içində bir dənə Azərbaycanın xeyrinə bildiri veriblər eşiyə. Bir dənə Azərbaycanın xeyrinə hərəkət ediblər, əməl ortaya qoyublar. Bir dənə göstərsinlər, baxsınlar, görsünlər. Bizim demək sulduzumuzdan indiyənə qədər bizə arxadan, öndən zərbə vuran, bizə bizim varımızı, yoxumuzu demək olar ki, yoxa çıxaran bu sistem, bu mücahidlərə biz bu günləri deyə bilmərik ki, hələ bunlar qalsınlar, bizim dostlarımız olsunlar, sabahları görək, nə edə bildik. Bizim üçün şeyxi də, mücahidi də və şahı da eyni düşmən səviyyəsindədir. Güney Azərbaycan Qurtuluş Partiyası olaraq heç bir zaman bunların arasında fərq qoya bilməz. Çünki millətimizə dayalı bir hərəkət. Sağ və səlamət qalınız.